Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Cavadxan qəsəbəsində, yəni avtozavodda 4,5 sot torpaqda deməli bir böyük salı, eyni zamanda 3 otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Sənədi çıxarışdır, yəni evin öz sənədi 115 kvadrat metrdir. Bundan da başqa onu da deyim ki, yəni ipoteka yararlıdır. İndi isə mən bağçasına keçirəm. Böyük 2 ədəd böyük padvalı var. Gördüyünüz kimi 4 tərəfdən kubiklə hörülüb. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Padvalın qapısını görmək mümkündür. Qarşıdadır. 2 qat kubiklə hörülüb, kürsülüdür. 15 tonluq su baseynisi var. Deməli, indi isə mən yenidən bu ev haqqında sizə bir balaca məlumat verim. Onu da deyim ki, 2 ədəd deməli biri böyükdür, biri kiçikdir. Ticarət obyekti var. Hal-hazırda həmin obyektlər işləyir. Yuxarıda 2 tonluq bakını görmək mümkündür. Dediyim kimi 15 tonluq su baseynisi var. Sənədi evin öz sənədidir, çıxarışdır. 114 kvadrat metrdir. İpotekaya yararlıdır. Bax burada deməli 4-ün 5-ə belə bir deməli letni mətbəxdir. Bu cür dedim. Bura bu zonadır. Bax bu cürdür. İnsan hamamına keçirəm. Yəni hamamında da bax vəziyyət bu cürdür. Bura razdivalkadır. Bura isə hamamıdır. Bax hamamını necə görürsünüz bu cürdə var. Bax belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda isə mətbəxidir. Mətbəxi 4-ün 4-dədir. Deməli bu həyət evi Gəncə şəhərində Cavadxan qəsəbəsində Vaqifin Artisanına yaxın bir ərazidə yerləşir. İndi isə zalına keçirəm. Zalın uzunluğu 13, eni 4 metrdir. 3 ədəd deməli otaqların ölçüsü isə 4-ün 4-dədir. Hal-hazırda mən sizə deməli zalını göstərəm. Dediyim kimi zalın ölçüsü 13-ün 4-dədir. Bax bu cürdür. Deməli otaqlardan birinin hal-hazırda qapısını görürsüz, bağlıdır. Orada əşyalar yerləşir. Yəni bura isə İkinci otaqdır. Bax, ikinci otağın deməli vəziyyəti bu cürdür, hündürdür. Dediyim kimi otaqlar 4-ün 4-dədir. İndi isə üçüncü otağa keçirəm. Bax, belə bir həyət evinin qiyməti 90.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə deməli üçüncü otağı göstərirəm. Bura isə bax, yenidən zalını siz görürsünüz. Bax belə sizlərə uğurlar.